Salam dəyərli Yanıq TV izləyiciləri. Bildiyiniz kimi Makron bir neçə gün əvvəl Çinə səfər etdi və burada Çinin yüksək rütbəli məmurları, həmçinin prezident Xi Jinping ilə görüşlər keçirdi. Bu görüşlərin hər birinin özündə xüsusi dəyəri var idi, amma Jinping ilə Makron arasındakı görüş xüsusilə əlamətdardır. Hətta bu görüş mən deyərdim ki, yeni dünya düzəninin artıq necə şəkilləndiyinin ilkin göstəriciləri kimi də qəbul oluna bilər. Nəyə görə? Çünki görüşdən sonra verilən açıqlamalar sübut etdi ki, Çin artıq hazırki dünya düzəninin parçalanmasının əsas aktoruna çevrildi. Yəni, bugünə qədər bizim qarşılaşdığımız təkqütüblü dünya düzəni ki vardı, Amerika Birləşmiş Ştatları başda olmaqla Qərb blokuna da əsasən daxil idi. Fransa, İngiltərə, müəyyən qədər Almaniya və müəyyən qədər də İtaliya, bax bu ölkələrin bir dominantlığı var idi. Yəni istədikləri ölkəyə sanksiya tətbiq edirdilər, istədikləri ölkəyə beynəlxalq humanitar hüquq vasitəsilə təzyiq edirdilər. Onlar qeyri-qanuni adlandırdıqları hökumətlərə qarşı ölkələrə daxil olmaqla əməliyyatlar keçirirdilər. Yaxın Şərqin düşdüyü vəziyyət hər kəsə ən azından bəllidir. 2001-ci il 11 sentyabr hadisələrindən sonra Amerika Birləşmiş Ştatlarının həm Yaxın Şərqdəki o anti-terror adı ilə həyata keçirdikləri addımlar, həm Əfqanistandakı hadisələr, bax bütün bunlar o təkqütüblü dünyanın bizə miras qoyduğu acı keçmişdir. Bəli, terror təhlükəsi həqiqətən də var idi və həmin dövlətlərdə yerli idarə etmə baxımından kifayət qədər çatışmazlıqlar, diktatura tipli, totalitar tipli diktaturalar, ən azından avtoritar rejimlərin hökm sürdüyü bir reallıq var idi, amma bunların heç biri dəlalət vermirdi ki, başqa bir ölkəyə qarşı hər hansı bir ölkə nələrsə bəhanə edib işğallara başlasın, orada əməliyyatlara başlasın və xüsusi qəddarlıqlarla rejimlərin dəyişməsinə səbəb olsun. İndi bunun yaxşı pis tərəfləri özlüyündə, amma bugünkü mövzumuz o deyil. Makron və Jinping görüşü nəyi göstərdi? Makron və Jinping görüşü əslində bir növdə Qərb hegemoniyasının artıq sona çatdığının ilkin göstəriciləri idi. Çünki Makron nə deyir? Biz Çinin Avropaya investisiya qoymasını istəyirik deyir. Təsəvvür eləyə bilirsiniz, bir vaxtlar var idi ki, SSR-nin tənəzzülə doğru getdiyi zamanlarda və Çində ciddi iqtisadi, sosial problemlər qabardığı vaxtlarda vəziyyətdən çıxış yolu tapa bilməyən Kommunist Partiyası açılımlara getdi, o sərt rejimi müəyyən qədər yumşaltmağa məcbur oldu və ən əsası o dövrlərdə Çin hakimiyyəti özü Qərbə çağırış edirdi. Özü Qərbdən iqtisadi baxımdan dividendlər əldə etməyə çalışırdı, yatırım qoymağa dəvət edirdi onlara və qarşılığında ucuz işçi qüvvəsi təklif eləyirdi, daha əlverişli yerlər təklif eləyirdi, şərtlər daha əlverişli qoyulurdu ki, o kapital Çinə gəlsin və buradakı iqtisadi, sosial çətinliklərin qarşısının alınmasında həmin o Qərbin gətirəcəyi belə deyək, yatırımlar, Qərbin gətirəcəyi müəssisələrə, tikəcəkləri fabriklər, bax bu problemləri həll etmək üçün önəmli bir faktora çevrilsin. Bugün biz nə ilə qarşılaşırıq? Makron bugün tam tərsi, Çinin qoca qitəyə, bir vaxtlar dünyanın ən güclü iqtisadiyyatları olan ölkələrinin mövcud olduğu bir qitəyə yatırımlar etməsini istəyir. Bu əslində artıq iqtisadi münasibətlər sisteminin də dəyişməsinin göstəricisidir. Bura qədər biz hərbi dəyişikliklərin, hərbi siyasi dəyişikliklərin onsuz da şahidi olurduq. Məsələn, Rusiyanın Ukraynadakı əməliyyatları sübut etdi ki, bəli, artıq hərbi cəhətdən də Qərb tək dominant deyil. Sonrakı dövrlərdə Çinin, İranın diplomatik sahədə Rusiyanı tək buraxmaması və bu üçlünün
birlikdə özlərinə yeni tərəfdaşlar tapması siyasi münasibətləri də dəyişdirmişdi. İşğal əməliyyatları keçirən Rusiyaya dəstək verən ölkələr ortaya çıxmışdı. Bu da onu deməyə əsas verir ki, artıq siyasi münasibətlər də dəyişir. Beynəlxalq humanitar hüquq vardı ki, beynəlxalq hüquq, beynəlxalq sistem vardı ki, Qərb dominantlığında bərqərar olunmuşdu. Təbii bunun üstünlükləri kifayət qədərdir. Amma biz bu günlərdə gördük ki, o sistem də artıq işləmir, tıxanıb. Əslində çoxdan işləmirdi, amma bu gün artıq tamamilə tıxandığı reallığı ilə biz qarşılaşmaqdayıq. Bax, indi isə daha sonra hərbi cəhətdən NATO-nun artıq biz faktiki olaraq işləmədiyi bir dünya ilə qarşılaşırıq. NATO daxilindəki ölkələrin hərəsi fərqli ideyalara qulluq eləyir, hərəsi fərqli nöqtələrdə dayanıblar, fərqli fikirlər onların xarici siyasətində özünü biruzə verir. Tam və ortaq mövqe yoxdur. Macarıstan Rusiya məsələsinə fərqli yanaşır. Türkiyə ümumiyyətlə bütün məsələlərdə fərqli nöqtədə dayanır. Amerika Birləşmiş Ştatları Biden dönəmində bir fərqli idi, Trump dönəmində bir fərqlidir. Və bu da onu göstərir ki, artıq hərbi cəhətdən də Qərbin dünyaya əsas təsir vasitəsi olan Şimali Atlantika Alyansı da öz funksiyallığını itirməkdədir. Və belə gedərsə, zamanla ya bu blok parçalanacaq, ya da ki, onun əhəmiyyətli dərəcədə işləmə mexanizmlərinin tıxandığını görəcəyik. Bu barədə bir sonraki verilişdə danışacağıq. İndi Macronun Çinlə münasibətləri genişləndirmə səyləri əslində onun həm ölkəsinin maraqları baxımından, həm də ümumi Avropa maraqları baxımından yeni bir belə deyək də siyasi, hərbi və iqtisadi sahələrdə balans qurma istəklərinin təzahürüdür. Çünki Macron anladı ki, Amerika Birləşmiş Ştatlarına öz gələcəyini həvalə etməklə, ən azından öz hərbi gələcəyini əmanət etməklə Qərb çox ciddi məğlubiyyətlə üzləşdi. Bugün Avropa Rusiya təhlükəsinə qarşı nə birləşə bilir, nə hər hansı bir Avropa ölkəsi ya tək başına, ya bir blok quraraq mübarizə apara bilir. Ukraynanı özünün şərq cinahda təhlükəsizlik qapısı sayan Avropa bugün o qapının tamamilə qopması, darmadağın olması ilə üz-üzə qalıb bunun qarşısını ala bilmir. Daha doğrusu Biden iqtidarında Amerika Birləşmiş Ştatları ilə kompromis şəklində, birlik şəklində nələrsə edə bilirdilər az çox. Amma Trump'ın hakimiyyətə gəlməsi və Amerika Birləşmiş Ştatlarının xarici siyasətinin tamamilə dəyişməsi ona səbəb verdi ki, bugün Avropa artıq öz hərbi təhlükəsizliyini qoruya bilmir. İndi Macron fikirləşir ki, ya bu hərbi təhlükəsizlik məsələsini öz bütün sahələrdəki suverenliklərini Amerika Birləşmiş Ştatlarına təhvil verməklə aradan qaldırmalıdırlar, ya da ən yaxşı versiyada ya Türkiyəyə, ya Çinə üzr istəyirəm, ya Rusiyaya, ya Türkiyəyə güzəştə getməlidirlər. Rusiyaya güzəş nədən ibarətdir? Onun bütün şərtlərini, bütün diktələrini qəbul etmək. Bu da faktiki olaraq Avropanın suverenliyi məsələsini yenə də sual altında qoyacaq. Yəni ya ABŞ-dan, ya Rusiyadan asılı olmağı seçmək kimi bir seçimdir bu. Türkiyə məsələsində isə Avropa ehtiyat eləyir ki, onlar hələ Konstantinopolu geri qaytarmamış. Yəni bugünkü İstanbul. Təbii ki, oradakı iqrici dindarların hələ də bu marağındadır İstanbulu geri qaytarmaq. Bax, onlar düşünəcəklər ki, hələ Konstantinopolu geri almamış, hələ Türkiyəni tam diz çöktürməmiş, türkləri qədim Bizans torpaqlarından çıxartmamış, Türkiyəni özlərinin hərbi polisi, hərbi təhlükəsizlik polisi halına gətirmələri əslində zamanla Türkiyədən də asılı olma ehtimalı yaranır. Düzdür, bu daha az ehtimaldır. Çünki Türkiyənin nə ABŞ, nə Rusiya qədər gücü yoxdur. Yəni ən azından nüvə dövləti deyil, ən azından
onlar qədər uzaq mənzilli hipersonik silahlara malik deyillər. Hava qüvvələri o qədər inkişaf etmiş vəziyyətdə deyil və s. Amma Avropa yenə də düşünür ki, Türkiyəyə də bu rolu vermək onların bu gün üçün xilasına gətirib çıxara bilər. Hərçənd bu da sual altındadır ki, Avropa və Türkiyə qüvvələri birləşdirib ABŞ-a və ya Rusiyaya qarşı nə qədər dirənə biləcəklər. Amma deyəlim ki, dirəndilər, düşünürlər ki, bu gələcəkdə onların bu dəfə Türkiyədən asılı vəziyyətə gəlməsinə səbəb verə bilər. Ona görə də Makron indi çıxış yolunu bir növdə Çini Avropanın hərbi, siyasi, iqtisadi həyatında tərəfə çevirməkdə görür. Çünki Makron anlayır ki, Asiyada Rusiyanı dayandıra biləcək Çin var, Avropada və ümumdünya siyasətində də onun qarşısına keçə biləcək Amerika var. Və burada bu üçlü arasında bir rəqabət mühitini formalaşdırmaq əslində Avropanın xilası baxımından daha uyğun ola bilər. Çünki Çin də əgər Avropa siyasəti ən azından Şərqi Avropaya daxil ola bilərsə və oradan daha çox mənfəət götürmək yoluna çıxarsa, bax bu halda bir nöqtədən sonra əlbəttə ki, Rusiya da anlayacaq ki, o artıq Avropa ilə deyil, həmçinin ABŞ-la, həmçinin də yeni bir rəqib Çinlə burada üz-üzədir və ona görə Rusiya da məcbur qalacaq ki, maksimalist siyasətindən nələrdənsə yenə imtina etsin. Eyni zamanda Makron anlayır ki, artıq Rusiyaya güzəştə getmək bir mənalı ondan asılı vəziyyətə düşməkdir və ya geri qalmaqdır. Amerikaya tam mənada güzəştə getmək gələcək bütün məsələlərdə də güzəşt qapısını açacaq. Amma Çin yeni oyunçudur. Çinin özünə də regionda dayaq tapmaq və öz maraqlarını təmin etmək üçün qoca qitənin ən güclü dövlətlərinə ehtiyac var. Və burada bir əməkdaşlıq qapısı yaratmağı düşünür Makron. Burada da mənə elə gəlir ki, onun məqsədi Fransanı Avropanın siyasi həyatında əsas oyunçuya çevirməkdir. Bax, son 200 ildir Makron anlayır ki, Fransa sırf Avropa siyasətində Almanlara və İngilislərə məğlub olmaqdadır. İndi bu məğlubiyyəti aradan qaldırmaq üçün də onların daha güclü tərəfdaşa ehtiyacları var ki, Fransa yenidən Avropanın belə deyək də həm çox tərəfli əlaqələrə malik, həm də bu çox tərəfli əlaqələr içərisində daha önəmli əlaqələrə malik bir dövlətinə çevrilsin. Baxın, Çinin çox ciddi yüksəlişi var. İqtisadi sahədə, sosial sahədə, siyasi sahədə, həmçinin artıq son hərbi parad göstərdi ki, Çinin hərbi sahədə də çox ciddi irəliləyişləri var. Müasir texnologiyaların tətbiqi məsələsində Çin ən az Amerika Birləşmiş Ştatları qədər ciddi uğur qazanıb. Rusiya müharibədən sonra hərbi sənayesini inkişaf etdirməyə başlasa da, hər halda hələ ki Çinə çatılacaq qədər inkişaf etməyiblər. Bax, Fransa bu nöqtədə anlayır ki, Çinlə əməkdaşlığı artırmaqla artıq yenidən o çökməkdə olan Fransanın imperial gücünü bərpa eləyə bilər. İndi bu nə qədər uğurlu olacaq? Makron nəyi necə hesablayıb onu demək çətindir, amma qarşıda ciddi bir məqsəd var. Bu məqsəd də yeni çox qütüblü dünya sisteminə fokuslanır. Amma mən düşünmürəm Fransa artıq çox qütüblü dünyada öz yerini alacaq. Yəqin ki, Avropada Britaniya mərkəzli bir yarım güc qrupu formalaşacaq, yəni tam gücə çevrilə bilməyəcək və Almanlar əgər fürsəti yaxşı dəyərləndirə bilərlərsə, Avropanın ikinci bir güc mərkəzi kimi, amma o da yarım güc, yəni Çin qədər, ABŞ qədər, Rusiya qədər tam gücə çatmayacaqlar, bir yarım güc formalaşdıra bilərlər və beləcə öz dominantlıqlarını müəyyən qədər qoruya bilərlər. Fransa üçün isə Makron nə qədər ağıllı gedişlər etməyə çalışsa da, görünən qədərilə yolun sonu yaxınlaşmaqdadır.